Salam. KSQ 6-dan olan ingilis dili suallarının doğru izahları və cavabları ilə tanış olaq. Qeyd edim ki, bu 6-cı siniflər üçündür. Birinci sualda cümləmizə baxırıq. Deməli, yer kürəsi günü mən öz bağçamda bəzi ağacları kəsmək istəyirəm deyir A-da, C-də yandırmaq, D-də qoruyub saxlamaq. Amma burada ən yaxşı cavab əkmək olacaqdır. Çünki həmin günü ağac əkilir və mən bəzi ağaclar əkmək istəyirəm deyir isə cavab B variantı olacaqdır. İkinci sualda sağ tərəfdə deyir ki, balıqlar onları yeyə bilər və ölə bilər. Deməli, nə etməlisən? Sən okeanlara plastik çantaları şudud inkardadır. Plastik çantaları atmamalısan deyərik, yəni straw deyəcəyik. C variantı. A dayandırmaqdır, məna baxımından düz gəlmir. B ovlamaq, D istifadə etmək. Cavab C variantı. Növbəti sualda, üçüncü sualda altından xətt çəkilmiş əvəzdir. Əvəz edib yazmaq lazımdır. Mənim nənəm qadın cinsidir, ona görə şi düz gələcəkdir. Hini götürək, burada hör düz gəlməzdir. Çünki hör ona onudur. Burada isə o mənasını verəcəkdir. Tez-tez pul verir qardaşıma, kimə ona him gələr, hi olmaz. Cavab A variantı. Dördüncü sualda düzgün söz lazımdır. Yağış yağır, öz nəyini götür deyərəm. Termometrini, çantanı, hava proqnozunu, çətrini deyəcəm, yəni umbrella. Beşinci sualda antonimləri istəyir bizdən. Aşağıda verilmiş sözlərin. Full doludur, boş sözü emptydir. Clean təmiz, dirty çirkli. Hard çətin, easy asan. Slowly yavaşdır, quickly cəlddir. Late gecdir, early erkəndir. Belə. Bu arada əziz şagirdlər, kanala abunə olmamısınızsa, abunə olmağı unutmayın. Çünki sizlər üçün daha çox faydalı yeni videolar gələcək yine. 6-cı cümləmizdə isə bizdən sözləri düzgün formada düzməmizi istəyir. Baxaq. People-dan başlayır cümlə. Bunu həm məna baxımından bilərik, həm də böyük hərfdən başladığı üçün düşünmək olar bunu. People shouldn't deməli cut down olacaqdır. Feil lazımdır. Sonra tamamlıq trees. İnsanlar ağacları kəsməməlidir. Çünki because nə gələr burada? Yerə mübtəda gələr. They daha sonra xəbər gələr. Give olacaq burada. As oksigen olacaqdır. Cümləmizə baxaq. People shouldn't cut down trees because they give us oxygen. Bu formada cümlə quruluşunu yazmaq üçün gərək söz bazanız və qrammatik bilginiz yaxşı olsun və cümlə quruluşunu biləsiniz ki, bu formada qura biləsiniz. Aşağıda isə fakt və fikirləri deyir. Fakt odur ki, reallıqdır, bu dəyişmir. Fikir isə öz fikrimiz dəyişə bilir. Deməli, mənim sinifimdə 30 şagird var. Bu faktdır. B-də beyzbol futboldan daha maraqlıdır. Bu fikir bildirir. Opinion. Üzmək bir idman, deməli su idmanıdır. Bu faktdır. Şagirdlər uniforma geyməməlidirlər və ya geyməsələr yaxşı olar deyir. Bu opinion, yəni fikirdir. London İngiltərənin paytaxtıdır. Bu faktdır. Bu şəkildə. 8-ci sualda doğru əvəzliyi yerinə qoyacağıq. Qayıdış əvəzliyidir, rahat bir mövzudur. Mənim bacım güzgüdə özünə baxdı. My sister olduğu üçün burada cavabımız herself olur. Dariyə aldım. We didn't buy we-yə qarşılıq ourselves-dir. Deməli, oğlanlar özləri əyləndirlər. The boys. Kim? Onlar. Themselves olacaqdır burada. Sonra mən kompüter aldım. Mənim bacım onu istifadə etmək istəyir. It deyəcəm burada. Mənim sinif yoldaşlarım kitab oxumanı xoşlayırlar. They take them. Onlar onu kitabxanadan götürürlər. Yəni burada deməli onları them olacaqdır. Bu şəkildə. 9-da doğru söz yerinə qoymaq lazımdır. Deməli, valideynlər öz uşaqlarının should take care of olacaqdır. Yəni qayğısına qalmalıdırlar. Take care of. Pişiklər deməli siçanları ovlamağı xoşlayır. Məna baxımından hunt qoyacağıq. 3-də people shouldn't deməli insanlar meşələri kəsməməlidirlər deyəcəyik. Cut down olacaqdır. Deməli, evdən çıxarkən işıqları neynəməyə unutma deyərsən, söndürməyi deyərik, turn off olacaqdır.
Biz nəsə təbiəti qorumaq üçün, daha doğrusu planeti qorumaq üçün bir şey eləməliyik. Yəni qoruyub saxlamaq üçün deyərsəm, burada da save deyəcəksiniz. 10-cu sualda, daha doğrusu reading bir mətndə mətnə əsasən suallara cavab verəcəyik. Bir də which kind of pollution is mentioned in the text? Mətndə hansı çirklənmədən söhbət gedir deyir. Burada da söhbət baxsanız water var hər yerdə, yəni su çirklənməsi. Cavab water pollution B variantı. Biz niyə suyu təmiz saxlamalıyıq? 2-də soruşur. Ən son cümləyə baxırıq. Biz suyu təmiz saxlamalıyıq. In order to stay healthy, sağlıqlı qalmaq üçün. Bu hissəni yazmaq kifayətdir və ya elə sonuncu cümləni belə köçürsəniz də kifayət eləyir. 2 belə. 3-də mətndən bəzi sayılmayan isimləri bizdən soruşur. Elə water özü sayılmır. Sonra mətndə var palçıq var, sayılmır. Sonra oil sayılmır. Sonra garbage sayılmır. Bu şəkildə yaza bilərsiniz. 4-də altına xətt çəkilmiş söz nəyə əvəz edir? Cümlənin mənasına baxmaq lazımdır burada. Baxın, kimyəvilər suya qarışır və onu çirkləndirir. Nəyə çirkləndirdi? Suyu çirkləndirdi. Cavab water. Belə əziz şagirdlər, kanala abunə olmağı unutmayın ki, videoların davamlı olması üçün. Ümid edirəm ki, hər birinizə faydalı oldu. Hər birinizə bütün imtahanlarda bol-bol uğurlar.